Fitrə zəkatı orucluya Ramazanın bitməsi ilə vacib olan sədəqəyə deyilir. Nə üçün fitrə zəkatı zəkat adlanır? Çünki onda artım var. Birinci, insanın əxlaqı artır, əl açıqlıq kimi. Və ikinci də Allah rızası üçün nəsə xərclədikdə həm malın artır, həm də savabın. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allahın razılığını qazanmaq üçün xərclədiyin hər şeydə əcr var. Hətta həyat yoldaşının ağzına qoyduğun loxmada belə. Hədisi Buxari rəvat edib. Və fitrə zəkatının bir neçə hikmətləri var. Onlardan biri, fitrə zəkatı orucluğu üçün pis söz və boş-boş işlərdən təmizlikdir. Necə ki, bəzi sələflərdən varid olub ki, yəni fitrə zəkatı namazdakı səhv səzdəsinə bənzəyir. Sən namazda səhv etdiyində səhv səzdəsi o səhvləri aradan qaldırdığı kimi, sənin orucluqda etdiyin naqislikləri də fitrə zəkatı ortadan qaldırır. Və ikinci hikmətindən biri odur ki, yəni bu gözəl şəhri, bu ibadəti bitirdiyinə görə Allah Subhanahu taalaya bu nemətinə görə şükr edirsən. Və başqa hikmətlərdən biri odur ki, o miskinlər üçün yeməkdir. Bu əziz gündə, mübarək bayram günündə miskinləri sevindirirsən və onları dilənməkdən çəkindirirsən. Və bu gözəl gündə onlar varlı qardaşları ilə bir gündə sevinib bayram keçirdirlər. Fitrə zəkatının hökmünə gəldikdə isə Şeyx Rahiməhullah buyurur ki, fitrə zəkatı fərzdir. Peyğəmbər sallallahu aleyhi və səlləm Ramazan bitdikdən sonra onu fərz etmişdir. İbn Ömər, Abdullah bin Ömər radiyallahu anhuma buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm fitrə zəkatını Ramazan bitdikdən sonra müsəlmanlardan hər bir qula, azada, kişiyə, qadına, kiçiyə və böyüyə fərz etmişdir. Hədisi Buxari və Müslüm rəvayət etmişdir. Yəni, bu hədisdən göründüyü kimi, fitrə zəkatı kimlərə vacibdir? Yəni, fitrə zəkatı birinci müsəlmana vacibdir. Necə ki, İbn Ömər deyir ki, müsəlmanlardan olan qula, azada, kişiyə, qadına, kiçiyə, böyüyə fərz etmişdir. Birinci müsəlman olmalıdır. Və kafirə fitrə zəkatı vermək vacib deyil. Xristiyan olsun, istəyir yəhudi olsun, istəyir bütpərəst olsun. Və bir də bayram günü və gecəsi onun və ev əhlinin yeyib içməyindən və evin əsas ehtiyaclarından artıq bir sağ miqdarında yemək varsa, o insana fitrə zəkatı, yəni o müsəlmana fitrə zəkatı çıxarmaq vacibdir. Yəni, əgər bu şərt varsa, istər böyük olsun, istər qoca olsun, istər bütün ay nifasda keçirən qadın olsun, oruç tutmasalar belə onlara fitrə zəkatı çıxarmaq vacibdir. Hətta borcu olan belə fitrə zəkatı çıxarır. Yəni, insan kimin yerinə fitrə zəkatı çıxara bilər? Birinci, insan öz əvəzinə, bir də himayəsində olan şəxslərin yerinə çıxarır. Zövcəsi, uşaqları, müsəlman kölələri kimi. Başqalarının da yerinə çıxara bilər, himayəsində olmayan insanların da yerinə çıxara bilər. Bir şərtlə ki, onların razılığını alsın. Və Osman radiyallahu anhunun feilinə görə də ana bətnində olan uşağın yerinə fitrə zəkatı çıxarmaq müstəhəbdir. Çünki Osman radiyallahu anhu rəşidi xəlifələrdəndir və onların sünnəsinə tabi olmağı Peyğəmbər sallallahu aleyhi və səlləm bizə əmr edir. Əgər yəni uşağın 4 ayı tamam olubsa və ona ruh üfürülübsə, çünki alimlər zikr edir ki, uşaq ruh üfürülməmişdən qabaq düşərsə, o yuyulub kəfənlənmir və namazı da qılınmır. Yox, əgər ruh üfürüldükdən sonra düşərsə, o zaman yuyulub kəfənlənir, namazı qılınır və müsəlman qəbristanlığında bastırılır. Yəni, uşaq ana bətnində olanda nə vaxt onun yerinə fitrə zəkatı çıxarılır? Şeyx Rəhməllahın buyurduğuna görə, yəni 4 aydan sonra, ruh üfürüldükdən sonra. Fitrə zəkatının miqdarı və növü nədir?
Yəni, Şeyx Rahimullah buyurur ki, fitrə zəkatı insanların qut etdiyi yeməklərdən bir sağ miqdarında çıxarılır. Fitrə zəkatı insanların qut etdiyi yeməklərdən bir sağ miqdarında çıxarılır. Əbu Səid el-Xudri radiyallahu anh buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında fitrə zəkatını yeməkdən bir sağ olaraq çıxardardıq. Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında fitrə zəkatını, yəni fitrə günü yeməkdən bir sağ miqdarında çıxarardıq. Və o zaman bizim yeməyimiz arpadan, kişmişdən, qurutdan və bir də xurmadan ibarət idi. Hədisi Buxari rəvayət edib. Yəni, hədisdə keçdiyi kimi miqdarı bir sağdır. Sağ da litr kimi ölçü vahididir. 4 mudda bərabərdir. 1 mudda 2 ovucdur. Çəki ilə təxminən 3 kiloqram edir. Yəni, böyük alimlər toplusunun fətvasına görə çəki ilə təxminən 3 kiloqram edir. Və şeyxə görə isə 2 kiloqram 4 qram əla növ buğdaydır. Bir də ki, nəzərə alsaq ki, qida məhsullarının çəkisi bir-birindən fərqlənir. Ona görə də 3 kiloqram çıxarmaq daha ehtiyatlı olardı. Məsələn, yəni, bir sağ buğda ilə bir sağ düyünün və ya xurmanın çəkisi eyni deyil. Fitrə zəkatının da miqdarı mütləq bir sağ olmalıdır. Əgər ondan az olarsa, onda qəbul olunmur. Yox, çox olarsa, bir sağ zəkata daxildir, qalanı da sədəqə sayılır. Fitrə zəkatının nəydən verildiyinə gəldikdə isə, şeyxin vurğuladığı kimi və hədisdə zikr olunduğu kimi, insanların qut etdikləri yeməklərdəndir. Yəni, qut nəyə deyilir? Qut o şeyə deyilir ki, özündə yemək sayılır və bir də uzun müddət saxlanıla bilir. Özü-özlüyündə yemək sayılır və bir də uzun müddət saxlanıla bilir. Yəni, greçka, makaron, düyü, bulgur və s. kimi. Yəni, bu ümumi qaydadır. Bunu bilsək, hansı qida məhsullarından fitrə zəkatını çıxarmağın caiz olduğunu bilərik. Yəni, birinci, özü-özlüyündə yemək olmalıdır. İkinci də uzun müddət xarab olmadan qala bilməlidir. Buna görə də aydın olur ki, çaydır, şəkərdir, yağdır, konfet və bu kimi şeylərdən fitrə zəkatı çıxarılmır. Amma kasıbları sevindirmək üçün zəkatın üzərinə onları sədəqə kimi qoymaq olar. Yəni, fitrə zəkatına daxil deyil, yəni sədəqə kimi qoymağın heç bir problemi yoxdur. Yəni, qaldı bir məsələ. O məsələdə, yəni hədisdə adı keçilən ərzaqlardan fitrə zəkatı çıxarmaq vacibdir, yoxsa hər ölkənin özünün qutu olmalıdır. Yəni, özünün yeməyi olmalıdır. Çünki hədisdə ərzaqlar zikr olundu. O ərzaqlardan çıxarmaq vacibdir, yoxsa hər ölkənin özünün yeməyi olmalıdır. Şeyxə görə və eləcə də İmam Əhmədə görə və şeyx də bu rəyi üstün tutur və inşallah ki, səhih rəy də budur ki, hər ölkənin öz yeməyi olmalıdır, öz qutu olmalıdır. Və hədisdə zikr olunan qidalar təyin tərəfdən deyil, sadəcə misal tərəfdən zikr olunub. Və bu da o vaxt onların yeməyi idi. Yəni, hədisdə zikr olunan qidalar o vaxt onların yeməyi idi. Arpa, qurut kimi. Bu məsələyə görə də, əgər biri Azərbaycanda qurutdan fitrə zəkatını çıxararsa, o zaman onun zəkatı sayılmır. Çünki Azərbaycan əhlinin yeməyi, yəni qurut, Azərbaycan əhlinin yeməyi deyil. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də onu miskinlər üçün yemək olaraq fərz edib. Yəni, Azərbaycanda miskinlərin yeməyi də qurut sayılmır. Ətə gəldikdə isə, ət biraz müşkül məsələdir. Yəni, çünki həm tez xarab olur, həm də ki, ölçülmür. Amma quru əti bəzi rayonlarda çıxarmaq
olar fitrə zəkatı kimi. Çünki oranın yemək məhsullarından, yəni oranın yemək məhsullarındandır. Pulla və ya başqa şeylə zəkatı çıxarmağa gəldikdə isə Şeyx Rahimullah buyurur ki, fitrə zəkatını pulla, xalça ilə, paltar ilə, heyvan yeməkləri ilə və yaxud başqa şeylərlə çıxartmaq qəbul olunmur. Çünki bu Peyğəmbər sallallahu aleyhi və səlləmin əmrinə müxalifdir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, kim bizim dinimizdən olmayan bir şeyi edərsə, ondan qəbul olunmaz, rədd olunar. Və həm də Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında, vaxtında kasıblar var idi, ehtiyacı olanlar var idi və pul da mövcud idi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm yəni ehtiyacla yanaşı bunu etmədisə, tərk etdisə, deməli bunu Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra etmək nədir? Bidətdir, qəbul olunmur. Və eləcə də Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub ki, o kasıblar üçün yeməkdir. Pula, paltara gəldikdə isə onlar yemək sayılmır. Fitrə zəkatının çıxarma vaxtına gəldikdə isə Şeyx Rahiməhullah buyurur ki, yəni fitrə zəkatını bayram namazından qabaq çıxarmaq vacibdir. Fitrə zəkatını bayram namazından qabaq çıxarmaq vacibdir. Ən əfsəri odur ki, bayram günü namazdan qabaq çıxarsın. Ən əfsəri odur ki, bayram günü namazdan qabaq çıxarsın və bayramdan bir gün və yaxud 2 gün qabaq çıxarsa, zəkatı sayılır. Və bayram namazından sonra zəkatı çıxarsa isə, zəkatı qəbul olunmur. İbn Abbas radiyallahu anhumanın hədisinə görə ki, buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm fitrə zəkatını oruclu üçün pis sözdən və boş-boş şeylərdən təmizlik və miskinlər üçün yemək olaraq fərz etdi. Kim onu namazdan qabaq ödəyərsə, o qəbul olunmuş zəkatdır. Və kim onu namazdan sonra ödəyərsə, o sədəqələrdən bir sədəqədir. Hədisi Əbu Davud və İbn Məcə rəvayət edir. Və şeyx buyurur ki, lakin əgər bir nəfər bayramı yalnız bayram namazından sonra bilərsə ki, bugün bayramdır və yaxud fitrə zəkatı çıxarılan vaxtı səhrada olarsa və yaxud elə bir ölkədə olarsa ki, həmin ölkədə zəkat əhli yoxdur, o zaman, yəni bacardığı zaman, yəni zəkat əhlini tapdıqdan sonra bayram namazından sonra da versə, inşallah ki, ondan qəbul olunar. Yəni, burada da bir məsələ zikr olundu ki, yəni fitrə zəkatı kimə çıxarılır? Birincisi, müsəlman olmalıdır, zəkat əhli müsəlman olmalıdır və ikincisi, miskin olmalıdır. Yəni, əgər insan yaşadığı ölkədə müsəlman yoxdursa və yaxud miskin yoxdursa, onda başqa müsəlman ölkələrinə göndərə bilər, başqa miskinlərə göndərə bilər və yaxud bunu da edə bilmirsə, bacarmırsa, yəni müsəlman tapana qədər və yaxud miskin tapana qədər gözləyir və nə vaxt tapırsa, o zaman zəkatını ödəyir və sonra şeyx buyurur ki, Vallahu a'lam və sallallahu və səlləmə alə nəbiyyinə Muhammed və alihi və sahbihi. Allah subhanət hələ bizə eşidib faydalanlardan etsin. Vəssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.